vaxtı gördük ki, biz özümüzə qulluqda çətinlik çəkirik. Niyə görə? Biz biraz tənbəl insanlarıq. Bu zaman bizə yataraq müalicə metodu tətbiq etdi. Kimlər tim cihazından istifadə edib? Əla, möhtəşəm. Yataraq müalicə almağın ən gözəl üsulu Tim Spa kapsula. Öncəliklə spanın bütün funksiyalarını evinizə daşıyan bir cihazdır bu cihaz. Sadəcə xüsusi bir yağı var. O yağla yağlanırsınız və xüsusi paketləri vasitəsilə, baxın belə, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş, tam təhlükəsiz və ən gözəli isə antibakteriyal bir şəkildə müalicə ala bilərsiniz. Sürtdüyünüz yağın tərkibində müxtəlif bədəni qidalandıran, doyuzduran məhsullar var, maddələr var. Bu yağdan ta qədimdə istifadə olunub. Necə istifadə olunub? Xüsusi olaraq o yağın dəmlənilib, onun üzərində insan uzanıb və onun tüstüsü vasitəsilə bədən qidalanıb, sağlamdırma terapiyası baş verib. Növbəti bundan ilhamlanaraq həmin bitkiləri məhz bu yağın içinə qoyublar. Siz bu yağı dərinizə istifadə etdiyiniz zaman dərinizi qidalandırmış, nəmləndirmiş və istiliyin yandırıcı təsirindən də qorumuş olursunuz. Yağı hər hansı bir başqa yağla əvəz etməyə cəhd etməyin, çox xahiş edirəm. Yana bilərsiniz içəridə istidən. Və eyni zamanda Tim Spa kapsulasının içərisində olan istilikdən insan tərləyir. Tərlədiyimiz zaman nə baş verməlidir? Qoxu olmalıdır, tər bədənə yapışqanlıq duyğusu verməlidir. Tərlə bərabər müxtəlif toksinlər, dəri ən böyük ifrazat orqanımızdır bizim. Toksinlər çıxır. Məhz bu efir yağı bunun bədəndə durmasının qarşısını alır ki, çıxan toksinlər, çıxan tər bədəndən axır gedir və siz Tim Spa kapsulasından çıxanda, dərinizə toxunanda aldığınız o ipeksi yumuşaqlıq, rahatlıq bir duyğusu, əsl dişil enerji, əsl qadın enerjisi toxunduğunuz zaman, xatırlatdım ki 10-15 seansın üstündə tim alanlarda bu artıq qalıcı bir effekt. Yəni 1-2 seansda yox, ancaq 10-15 seans tim alanlarda bu dəridəki hamarlıq duyğusu qalıcı bir duyğudur. İçərisində xüsusi olaraq vibro masajlar mövcuddur. Bədəni sirkələyərək, bədəndən, onlar xüsusi akupunktur nöqtələrə düşür. Bədəni sirkələyərək bədəndən ödemlərin atılmasına və bədənin aktivləşməsinə köməkliyi göstərir. İçərisində maqnit terapiyası var. Hər birimizin orqanizmasında bilirsiniz ki, bizim maqnit auramız mövcuddur. Ümumiyyətlə, yer kürəsinin maqnit aurası ilə insanın maqnit balansı bir harmoniya təşkil eləyir. Çox təəssüf ki, hazırda hündür binaların olması, ətrafımızda olan telefonlar, şüalar bizim maqnit poliyamızı, maqnit ərazimizi pozmağa başlayır. Və bu özü də ruh düşkünlüyü, depressiya və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Məhz Tim Spa kapsuladan biz istifadə etdiyimiz zaman bizim maqnit poliyamız bərpa olmağa başlayır və bir çox insanlar oradan çıxarkən bir dərindən nəfəs almağa başlayırlar ki, özümü necə gözəl hiss elədim, sanki bir istirahətdən gəlmiş kimi, yenidən doğulmuş kimi insan özünü hiss etməyə başlayır. Eyni zamanda da içərisində olan özəl daşlar bizim orqan sallanmalarımıza və bədənimizin bərpasına köməkliyi göstərir. Və ən əsası içərisində nə var? İstilik. İstilik ta qədimdən bəri bir çox loğmanların, bir çox təbabətin əsasında olan terapiyalardan biridir. Soyuq dəymənin 4 növü vardır. Dəridə olan soyuq dəymə, yüngül soyuq dəymə adlanır bu. Əzəllərdə olan soyuq dəymə, bu da biraz ağırdır, amma elə də deyil. Daxili orqanlarda olan soyuq dəymə, bu enerjisizliyə, əhval-ruhiyyənin pozulmasına, depressiyaya düşməyimizə və təbii ki, daxili orqanlarımızın vaxtından öncə sıradan çıxmasına səbəb olur və ən əsası sümüklərdə olan soyuq dəymə. Çox təəssüf ki, bizim yaşadığımız mühit biraz nəmiş, biraz küləkli mühit olduğu üçün bizdə daha çox soyuq dəymə
prosesi baş verir. Biz biraz da geyinməyi sevən insanlarıq, şık görünməyi sevən insanlarıq, bürünüb gəzməyi sevən insanlar olmadığımıza görə bilirsiniz, Azərbaycan xanımlarının o özünə baxımı artıq dünya çapında məlumdur ki, ən çox estetik alan millətlərdən biri də bizik. Yəni bu baxımdan da bizim bədənimiz daha çox patoloji faktorlara yoluxur və soyuq dəymə ilk öncə onkologiyanın açıq qapısıdır. Məhz Tim Spa kapsulası bədənimizdən soyuq dəyməni çıxardır. Xüsusi bir gözlükləri var. 360 dərəcə bizi masaj edir və xüsusi gözlükləri ilə başda olan soyuq dəymə, kimlər ki başını yuyub çölə çıxmağı çox sevir. Başda olan soyuq dəyməni götürür, gözdə olan yorğunluğu götürür, üzümüzdə olan yorğunluğu götürür. Metabolizmamızı sürətləndirərək bizim arıqlamağımıza köməkliyi göstərir. Bir tam seans Tim Spa kapsulası 15 kilometr qaçışa bərabərdir. Bədənimizdən yağların yandırılmasına köməkliyi göstərir və eyni zamanda da aniyonlu mühit yaradır bədənimizdə. Anion nədir? Mənfi yüklü iyonlardır ki, bizim ətrafımızdakı mikrobları, parazitləri öz içinə həbs edərək bizim ətrafımızdakı mühiti yaxşılaşdırır, aldığımız oksigenin miqdarını artırır. Aniyonlu mühitlə daha çox biz harda təmasda oluruq? Dağ başında, meşə şəraitində, dəniz kənarında. Ora gedəndə özümüzü necə hiss edirik? Eynən, bax, timdən çıxanda da özünüzü dağ başında, meşədə, çay kənarında, dəniz qırağında olmuş kimi hiss edəcəksiniz. Tim Spa kapsula ev şəraitində 360 dərəcə sizə özünüzü masaj etdirmək funksiyası verir və timdən çıxanda paketin içində xüsusi maye yığılır. Ödemli insanlarda bu 1 litrə qədər, hətta 1 litrdən çox çıxır. Bəzən də hətta o mayenin içərisində bizim bədənimizin o qədər toksin çıxır ki, toksindən mayenin rənginin dəyişdiyinin belə şahidi ola bilərsiniz. Növbəti bizim cihazımız. Çinlilər baxdılar, gördülər ki, biz yatmaqdan da biraz deyirik ki, kim deyə orada uzanan, kim deyə orada nətər deyirlər, tıncıxırıq, narahat oluruq ki, get orada bir yarım saat uzan, 1 saat uzan. O zaman bizim şirkətimiz neynədir? Bizlər üçün möhtəşəm bir cihaz. REMS kapsulanı göndərdi bizə. Revitalizasiya, orqanizmamızın bərpası üçün olan bir cihazdır. REM cihazımız. REM cihazımız 3 fərqli blokdan ibarətdir. Kimsə yaxınlaşa bilər? Hə, elə deyil, xanım, yavaş-yavaş geyinin onu əyninizə. 3 fərqli hissədən ibarətdir. Kürək nahiyəsində olan geyindiyimiz bu hissə, kürəkdə, zəhmət olmasa belə çıxardaq. Kürəkdə görürsünüz, xüsusi daşlar var ki, bunlar da istilik terapiyası funksiyasını yerinə yetirir, eyni zamanda terapez funksiyasını yerinə yetirir və bədənimizin kürəkdə olan ağrılarının aradan qalxmasına, boyunda olan ağrılarının aradan qalxmasına, soyuq dəymənin aradan qalxmasına, spazmların götürülməsinə və beyin qan dövranının yaxşılaşmasına köməkliyi göstərir. Ən əsası bizim bütün dinlərin, bütün belə deyək də milliyyətlərin ən əsası nədir? Qarın nahiyəsinin bağlanılması. Sədaqət xanım çox gözəl vurğuladı. Qarın nahiyəsi üçün olan bu hissəsində də görürsünüz ki, xüsusi daşlar mövcuddur. Bunu istər qarına, istərsə də belə bağlamaqla tətbiq eləmək mümkündür. Və biz qarın nahiyəsinə bağlayaraq, tərsin oldu mu? Düz oldu. Qarın nahiyəsinə bağlayaraq rahat bir şəkildə özümüzə tətbiq edə biləcəyimiz bir cihazdır. Qarın nahiyəsinə verilən istilik piylərin ərinməsindən, çox qarında piylər olur, piylərin ərinməsində effektiv təsir göstərir, köməkliyi göstərir. Eyni zamanda da bağırsaqlar, cinsəl orqanlar, böyrəklər istini çox sevən orqanlardır. Bu orqanlarda olan soyuq dəymənin aradan qalxması metabolizmanızın sürətlənməsinə və sizin daha yaxşı həzm prosesini həyata keçirməsinə, daha yaxşı orqanizmanızın öz funksiyasını yerinə yetirməsinə köməkliyi göstərir. Növbəti bizim başlığımız isə REM-in əsas başlığıdır. İçindəkiləri götür, zəhmət olmasa. REM-in əsas başlığıdır. Bu başlıqda
bir neçə funksiya mövcuddur. Anion funksiyası mövcuddur ki, anion funksiyası ayaqda olan bakteriyaların məhv edilməsinə köməkliyi göstərir. Anion funksiyasından istifadə etdiyimiz zaman qribok, qoxu, dırnaqda olan göbələk, bu kimi funksiyaların, bu kimi problemlərin aradan qalxmasına köməkliyi göstərir. Bir çox ailələrdə yəqin ki, bu problem var. Evə gələndə həyat yoldaşı xüsusilə ayaq qoxusundan baş çatlayır. Təəssüf ki, yəni ayaqqabının içində davamlı şəkildə qalmaqdan. Burada isə remin içərisində olan anion bu problemlərinizi həll edəcək. Sadəcə anion funksiyasını qoşmaqla da bu problemdən xilas ola bilərsiniz. Növbəti funksiyası MS funksiyasıdır. MS funksiyasının iki funksiyası mövcuddur. Biri ayağın altından bədəninə, ayağın altında bilirsiniz ki, refleksoterapiya deyilən bir terapiya növü var. Ayağın altında bədənimizin bütün nöqtələri mövcuddur. Ayağın altından iqla terapiyası eləyərək bədənimizin akupunktur nöqtələrini aktivləşdirir, bədənimizin özünü bərpa gücünü aktivləşdirir və müalicəvi effekt göstərir. Növbəti funksiyası isə MS2 funksiyasıdır ki, bu ayağın altını masaj edir, günün yorğunluğunun aradan qalxmasına, eyni zamanda da əzələ stimulyasiyasının bərpasına köməkliyi göstərir. Bu funksiya bədənimizdə bir növ RF funksiyasını görür. Əzələlərimiz nəinki ayaqlarımızda, qollarımızda, bədənimizdə bərpa olur və MS-in ən gözəli odur ki, beyinə qədər ötürdüyü enerji ilə beyin qan dövranını yaxşılaşdırır və enerjini artıraraq beyində daha yaxşı düşünməni köməkliyi göstərir. TRGS dalğalar müasir dünyanın ən son icadı olan TRGS dalğalar. TRGS dalğalar bədənimizə çi enerjisi dediyimiz yaşam enerjisini verir. Yoga ilə məşğul olanlar, bu çakraları bilənlər bilir. Bədənə enerji aşağıdan yuxarıya doğru gəlir. Birinci, ikinci, üçüncü və 7-ci çakramıza qədər açmağa başlayır. Məhz TRGS dalğalar sizin bədəninizə öncəliklə bədəninizdə olan istilik enerjisini ötürərək soyuq dəyməni aradan qaldırır və revmatizma xəstəliyinə, damar varikoz xəstəliklərinə çox gözəl təsir göstərir. Daha sonra isə bizim bədənimizin enerji dəyərini artırır. Hər birimiz demişdik ki, enerjidən ibarətik. Düşünün, yəni bədənimizdəki hüceyrələri düşünün. 5 dənə güclü, sağlam insan düşünün, yan-yana duranda bir takım olsunlar. 5 dənə də xəstə insan düşünün, cılız, halsız. Onlar da bir takım olsunlar. Kimin qalib gələcəyi öncədən bəllidirmi? Bizim bədənimizin hüceyrələri də xəstə takım olanda zaten məğlubdur, istənilən xəstəliyə məğlubdur. Sağlam takım olanda isə istənilən xəstəliyə qalib gələ bilir. Çünki bizim heç birimiz heç neydən qorunmamışıq. Hər an bir çox mikroblarla rastlaşa bilirik. Mikroblar inkişaf eləyir, bakteriyalar inkişaf eləyir və bizim oturaraq özümüzə istifadə eləyə biləcəyimiz cihazlarımız da inkişaf edir ki, biz öz orqanizmamızı qoruyaq. Revmatizmanın fonunda yaranan artrit, varikoz xəstəliyi, soyuq dəymə və bir çox xəstəliklərdə effektiv təsir göstərən bir cihazdır. Vurğuladığım kimi heç kimə, heç nəyə ehtiyacınız yoxdur. Sadəcə qoşun, televizorunuzu izləyin, kitabınızı oxuyun. O sizin əvəzinizə bütün işi görəcək. Belə görünməyinə baxmayın, başa qədər soyuq dəyməni çıxardıb tərlədir, qollarınızdan tər axır, bədəni tamamilə eyni zamanda da ödemlərdən xilas edən bir cihazdır. Təşəkkür edirəm hər birinizə. Sağlam qalın, hər zaman kimrah olun. Teşekkür Ya, ayaqlanma sürüm. Ölməmiş hələ də yaşayır.